Mərdanla Naxçıvanda, Şəhərun Tərnəm kəndində bir məclisdə olduq. Sonradan 2-3 gün qaldıq o kətdə. Allah cəmlərinə rəhmət eləsin. Mərdan dedi ki, gedək bizim kəndin qəbirstanlığına. Orada rəhmətə gedənlərimiz də var. Gedə ziyarət eləyək. Mənim də ümumiyyətcə fobiyam var qəbirstanlığa biraz. Əslində bu imansızdan irəli gəlmir. Sadəcə niyə? Bax, mən dəfərlə görmüşəm. Nənəmin hətta qəbir üstünə gedəndə hamı dayanıb, mən də dayanmışam. Başqa bir dənə arvad var, gördüm şəkildə belə baxır. Mən keçirəm, belə baxıram, görürəm, indi belə oldu. Ay qardaş, mən nətər eləyim? O mani elə dirəşdi. Dirəş keçdi. Gedəyin, ana da, gedəyin. Gördüm belini, bax. Həqiqət gözümə elə görsən nədir? Oradan çıxanda yavaş-yavaş, hamı ilə bərabər belə çıxdım da, çıxaq. İndi bunlar mənim Mərdan da bilmir. Getmişik, axşam tərəfidir. Bu Mərdan gelin bu Tərnəm kəndində set tutmur. Ya qəbirstanlıq tərəfinə qalxmalısan, ya da evin üstündə bir dağ var, ora qalxmalısan. Çıxmışıq,